Məlumat etdiyimiz kimi Dövlət Təhlükəsizliyi Xidməti Qaxda geniş miqyaslı əməliyyat həyata keçirib. Əməliyyat vaxtı icra başçısı Musa Şəkiliyev, onun müavinləri və digər vəzifəli şəxslərin saxlanıldığı qeyd edilib. Son 5 il ərzində icra hakimiyyətlərində belə əməliyyatlar keçirilmirdi. Buna görə də bugün baş tutan əməliyyat geniş ictimai müzakirələrə səbəb olub. DSX-nın icra başçılarına qarşı əməliyyatları nə üçün bərpa edildi? Bu prosesin arxasında hansı siyasi və strateji səbəblər dayanır? Globalinfo danışan siyasi şərhçi Heydər Oğuz hesab edir ki, bu addım yalnız daxili struktur təmizliyi deyil, həm də Azərbaycanın regional siyasətində Rusiya ilə münasibətlərdə dəyişikliklərin əksidir. Onun fikrincə, Azərbaycanın son illərdə qarşılaşdığı xarici təhdidlər, eləcə də regiondakı geosiyasi vəziyyət DSX-nın fəaliyyətində yeni mərhələnin başlanğıcına səbəb olub. DSX-nın 5 il öncə başlatdığı, sonra isə dayandırdığı icra başçılarını təmizləmə kampanyasının yenidən başlaması Azərbaycanla Rusiya arasındakı siyasi münasibətlərlə bağlıdır. Əsas səbəblərdən biri də Azərbaycandakı Rusiya agentlərinə, yəni 5-ci kolona qarşı mübarizənin bir nəticəsi ola bilər. 2019-cu ildə Azərbaycanın 5-ci kolonunun lideri Ramiz Mehdiyev hakimiyyətdən uzaqlaşdırıldı. Bundan sonra bir neçə ay ərzində Tovuz'a hücumlar baş verdi və nəhayət ölkə 44 günlük müharibəyə hazırlaşdı. Bu dövrdə xaricdən gələn təzyiqləri dəf etmək və prezidentin islahat çağırışlarına əməl etmək vacib idi. Heydər Oğuz qeyd edir ki, Rusiya hələ də Azərbaycana təzyiq göstərməkdədir. Rusiyanın Azərbaycandakı casusları fəaliyyətini artırır, ancaq Kremlin öz qüvvəsi zəifləməkdədir. Çünki bir tərəfdən Ukrayna müharibəsində, başqa tərəfdən müttəfiqi İranın İsraillə münaqişəsində bütün resurslarını sərf edir. Bu səbəbdən Azərbaycan üçün indi münasib zamandır ki, ölkə daxilində Rusiyaya bağlı qüvvələri zərərsizləşdirsin. Müsahibimizin fikrincə, DSX artıq Rusiyaya bağlı icra başçılarını hədəfə almağa başlayıb və bu proses yaxın vaxtda daha geniş vüsət alacaq. Xüsusilə Şimal və Cənub rayonlarındakı şübhəli fəaliyyət göstərən icra başçılarına qarşı əməliyyatlar gözlənilir. DSX və Azərbaycan rəhbərliyi məsələdən xəbərdardır və tədricən mövcud qüvvələri zərərsizləşdirəcək. Qax icra başçısının saxlanılması isə əməliyyatların ilk addımıdır.